İranın bu şehir atom elektrik stansiyasının ərazisinə raket düşüb. Bu barədə İran Atom Enerjisi Agentliyi məlumat yayıb. Qeyd olunur ki, hücum zamanı stansiyaya hər hansı bir ziyan dəyməyib və itki qeydə alınmayıb. İran İnqilab Keşikçiləri Korpusunun Qüdüs xüsusi təyinatı bölməsində Livan Korpusunun üzvü Məhəmməd Əli Qurani öldürülüb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə Quraninin məqsədi İran kəşfiyyatının rəhbərliyi altında terror hücumları planlaşdırmaq olub. İsrailin İran ərazisində yaşayış məntəqələrinə endirdiyi zərbələr regionda gərginliyi daha da artırıb. Sepah sərt bəyanatla çıxış edərək bu hücumların cavabsız qalmayacağını qeyd edib. Qurumun açıqlamasında vurğulanır ki, İsrailin mülki ərazilərə hücumları qanuni cavab tədbirləri üçün əsas yaradır. Qeyd olunur ki, bu çərçivədə xüsusilə İsrailin sığınacaqları potensial hədəf kimi nəzərdən keçirilir. Sepah rəsmiləri qeyd ediblər ki, İsrail ərazisində yerləşən sığınacaqların strukturu və dəqiq koordinatları barədə geniş kəşfiyyat məlumatları mövcuddur. Bu isə mümkün cavab zərbələrinin daha hədəfli və planlı şəkildə həyata keçirilə biləcəyini göstərir. İsrailin mərkəzi bölgələrində vəziyyət kəskinləşib. İran tərəfindən İsrailin mərkəzi rayonlarına raket zərbələri endirilib. Hücum zamanı əsas hədəflərdən birinin Təl-Əviv olduğu deyilir. Yerli mənbələrin məlumatına görə zərbələr nəticəsində yaşayış binalarına və nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə zamanı bir sıra ərazilərdə hava hücumundan müdafiə sistemləri işə düşüb və siren səsləri eşidilib. Qeyd olunur ki, raketlərin bir qismi zərərsizləşdirilsə də, bəziləri yaşayış məntəqələrinə düşüb. Hadisə yerində xilas edici və tibbi briqadalar fəaliyyət göstərir. Amerika Müdafiə Nazirliyi İran əleyhinə əməliyyat aparmaq üçün əlavə qüvvə göndərməyə hazırlaşır. Pentagon yaxın şərqdə əməliyyatlara dəstək üçün təxminən 3000 nəfərlik elit hərbi birliyini yerləşdirməyi planlaşdırır. Yazılı əmrin yaxın saatlarda veriləcəyi gözlənilir. Wall Street jurnalının məlumatına görə Amerika rəsmiləri hələ qoşunların birbaşa İran ərazisinə daxil edilməsinə qərar verməyib. Lakin 82-ci diviziyanın göndərilməsi Prezident Donald Trump üçün bir sıra strateji hərəkət imkanları açır. Amerika prezidenti Donald Trump İranın nüvə silahı əldə etməkdən imtina etdiyini qeyd edib. Trump bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Mən əvvəlcədən mühakimə yürütmək istəmirəm, amma onlar heç vaxt nüvə silahına sahib olmayacaqları barədə razılığa gəliblər, deyə Trump qeyd edib. Trump həmçinin qeyd edib ki, İran Amerikaya Hürmüz boğazı ilə bağlı çox böyük dəyərə malik hədiyyə təqdim edib və bu məsələ artıq həllini tapıb. Trump bildirib ki, Amerika İranla qarşıdurmada bütün məqsədlərinə nail olub. Biz İranda bütün məqsədlərimizə çatdıq. Amerika prezidenti daha da irəli gedərək Vaşinqtonun Tehran üzərində təsir imkanlarının geniş olduğunu vurğulayıb. Biz İranda nə istəsək idarə edəcəyik. İran bizə inanılmaz dəyərdə bir hədiyyə verib. Amerika ordusu İranda 9000-dən çox hərbi hədəfə zərbə endirib və nəticədə İranın döyüş qabiliyyətinə ciddi zərər vurub. Bu barədə Amerika Mərkəzi Komandanlığı məlumat yayıb. Vaşinqton yaxın şərq münaqişəsinin Amerika iqtisadiyyatına artan təsiri fonunda Tehrana 15 maddəlik plan verib. Bu Trump administrasiyasının münaqişədən çıxış yolu tapmaq və onun iqtisadi nəticələri ilə mübarizə aparmaq istəyini əks etdirir. Plana daxildir. 1. İrana qarşı bütün sanksiyaların ləğvi, İranın qlobal iqtisadiyyata tam qayıdışı. 2. Amerikanın İranda mülki nüvə layihəsinin təşviqi və inkişafına yardımı. 3. Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması. Bununla bağlı tam təminat. 4. İranın nüvə proqramının müəyyən edilmiş çərçivə daxilində dondurulması. 5. Zənginləşdirilmiş uran qalacaq, lakin nəzarət altında və razılaşdırılmış limitlər daxilində. 6. Raket proqramı sonraki mərhələdə miqdar və mənzil məhdudiyyətləri ilə yenidən nəzərdən keçiriləcək. İranın suverenliyi burada qəbul edilir. 7. Nüvə proqramlarının istifadəsi yalnız mülki müdafiə məqsədləri ilə məhdudlaşacaq. 8. Mövcud nüvə imkanlarının inkişafı dayandırılacaq. 9. Uran zənginləşdirmə imkanlarının daha da genişləndirilməsinə icazə verilməyəcək. 10. İran torpağında silah dərəcəli nüvə materialının istehsalına icazə verilməyəcək. 11.
bütün zənginləşdirilmiş materiallar razılaşdırılmış müddət ərzində Maqitəyə təhvil veriləcək. 12. Nətəns, İsfahan və Fordo istismardan çıxarılacaq, məhv ediləcək. 13. Beynəlxalq monitorinq və yoxlama mexanizmləri tətbiq olunacaq. 14. Tədricən tətbiq öhdəliklərə əməl olunmasından asılı olacaq. 15. Tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmaları olacaq. Diplomatik münasibətlər bərpa ediləcək. İsrail kütləvi informasiya vasitələri isə qeyd edib ki, 15 maddəlik sülh planı fiaskodur. Bu yalan olmalıdır. Bu plan İran üçün qələbədir. Sepah, İranın cənub əyalətlərində əhaliyə silah paylamağa başlayıb. Bu barədə kütləvi informasiya vasitələri məlumat yayıb. Eyni zamanda Xuzistan əyalətinə əlavə hərbi qüvvələr cəmlənir. Məlumatda qeyd olunub. İrana qarşı müharibə əvvəlki münaqişələrdən fərqlidir. Bu barədə Amerika Müdafiə naziri Pete Hegseth deyib. Bu, İraq və ya Əfqanistan deyil. Biz danışıqları bombalar vasitəsilə aparırıq. Heç vaxt müasir ordu birinci gündən bu qədər sürətlə məhv edilməmişdi, deyə o qeyd edib. Amerika-Ukrayna münaqişəsinin mümkün həllinə yaxınlaşır. Bu barədə Prezident Donald Trump deyib. Düşünürəm ki, onlar bu hər yoluna yaxındır. Mən bunu uzun müddətdir deyirəm. 8 müharibəyə son qoymuşam və hər biri bundan daha çətin olmalıydı, deyə o qeyd edib. Rusiya Ukraynanın Lvov şəhərindən yaşayış binasına şahid dronu ilə zərbə endirib. Bu barədə Union məlumat yayıb. İran qüvvələri Hayfadakı Rafael Sistem Silah şirkətinə və İsrailin Ben Gurion hava limanı yaxınlığındakı İsrail Aerospace Texnologiya şirkətinin sənaye obyektlərinə zərbə endirib. Bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb. Amerika və İsrailin İrana hücumları 498 məktəbə və 281 tibb müəssisəsinə ziyan vurub. Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Məlumata görə Amerika və İsrail qüvvələrinin İrana hücumları nəticəsində 82 mindən çox mülki tikili zədələnib və ya dağılıb.